محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد الثناء لله رب العالمين والعاقبة للمتقين. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد. صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, qəlblərimizin nuraniyyəti, İmam-ı Zamanın salamat olması, Nazənin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed. Bəhsimiz Məkarimul Əxlaq, İmam Səccad əleyhissalamın Səhifə-i Səccadiyyəsindən yetişdik bura. Buyurur İmam və istiqlalil xeyr və in kəsurə min qavli və fi'li. İmam Səccad əleyhissalam 18 dənə keçən bəhslərə qədər 18 dənə mətləbi ardıcıl saydı ki, onlar kömək eləyər insana, insan təqvalı olsun, təqvasından muğayyət olsun. Bir var insan təqvalı olmalıdır, bir də var muğayyət olmalıdır. Bunlar fərqli şeylərdir. Təqva budur ki, deyilib mənə etmə, etmirəm, et. Təqva budur. Bir də var, etdiyimi qorumalıyam. Ondan müğayyət olmalıyam. O bəhslər ki var idi bizdə, mərifət bəhsi, təqribən 94 dərs olmuşdu. Orada bir dənə ayə üstündə danışırdıq. Maidə 105 ki, ya eyyuhəl-ləzinə amenu əleykum ənfusəkum. Ey möminlər, nəfsinizdən müğayyət olun. Nəfsinizdən müğayyət olun. Əməli etmək bir çətinlikdir. Edib onu saxlamaq, onu qoruyub saxlamaq başqa cür bir çətinlikdir. Ümumiyyətlə, əməli yerinə yetirəndə problem nədir orada? Problem itaətdədir. Onun seçimi çox çətindir. Ki, bu rəhmanidir, yoxsa şeytani. Məsələn, durmuşam, Qur'an oxuyuram. Bu rəhmanidir, yoxsa şeytani, mən onu bilmirəm. Bilmək istəyirsən, bu şeytanidir, yoxsa rəhmani, bu oxuduğun Qur'an, əlamətləri var. Bax, sonraki məsələyə. Bir dəfə misal ərz eləmişdim mən. Mədrəsədə tələbələrə deyirdik. Axşam dərsi hazırlamamısan. Səhər gəlib ustada cavab verməlisən. Sübh namazını qılmısan. Məsələn, 1 saat vaxtın var ki, hazırlayasan onu, ustada cavab verəsən. Vəzifən budur. Hər gün də Qur'an oxuyursan 5 dəqiqə. İndi o qədər həvəs gəlib sənə 50 dəqiqə də Qur'an oxuyursan. O sonraki əlamət bəlli eləyir, o bunun əlamətidir ki, bu ilahi deyil. İlahi vəzifəni yerinə yetirməkdir. Sən burada Qur'anı 5 dəqiqə oxuyub, yenə büküb, həmişəki kimi, gedib dərsə hazırlaşıb, ustada cavab verməliydin, bu sənin vəzifəndir. Və bunu yerinə yetirməmək üçün, sən Qur'an oxuyursansa, ona hazırlaşmırsansa, deməli nədir? Bu ilahi deyil. Əlbəttə, bu 100
faiz belə deyil. Amma əlamətidir ki, seçimi etmək olar. Ki, bu şeytani diyorsa, rəhmani. Bizim kimi insanlarda belə olar. Məsələn, deyək ki, zöhr namazı, məsələn deyirəm, saat 1-dədir. Saat 2-yə 15 dəqiqə qalıb, 2-dir mən hələ qılmamışam. Məsələn, 3-ə 15 dəqiqə işləmiş mənə gözləyirlər. 15 dəqiqəyə mən oraya çatmalıyam. Vədə vermişəm. Namazda mənə bir dənə hal gəlib. Keyf edirəm namazda. Bu namazın vaxtında saat 1 idi, olsaydı, onda deyərdin ilahidir. Sən namazı onsuz da 1 saat gecikdirmirsən. İndi vədə xilaf çıxacaqsan başqasına. Sənə bu ab-ı hava namazda dəyişibsə müsbətə, deməli, burada problem var. Bu 99% rəhmani ola bilməz. 1% ehtimal, o da Allahın sözüdür da, 100 Allahındır da. Bizimki 99'a qədər deyə bilərik. Fikrimi çatdırdım. Görsən, harda ilişdirir iblis? İblisin elə işi budur. O 18 dənə məsələni İmam Səccad əleyhissalam ki, lap axırda 18 dənə şey saydıq. 18 dənə buradan başlayır İmam Səccad əleyhissalam başqa mətləblərə toxunmağa. Və istiqlalil xeyr və in kəsurə min qavli və feili. Qavli yəni danışıq, feili yəni iş, əməlimiz. İstiqlalil xeyr. Xeyrin müstəqilliyi. Çox qəribədir bu istiqlaliyyət. Ərəb sözüdür. Müstəqillik ərəb sözüdür. Amma mənası az deməkdir. Deməli, istiqlal sözü qəllə sözündəndir, az deməkdir. İmam Səccad əleyhissalam buyurur və istiqlalil xeyr. Yəni, qaçma bir işi, xeyr bir işi. Məsələn, kəmiyyətlə çatdırsan fikrimi, gün ərzində 10 saat etməyə ki, sən bunu bir dəfə eləyib, daha heç vaxt etməyəcəksən. Sən qaç o xeyri, kəmiyyət baxımından yenə deyirəm, hər gün 10 dəqiqə etməyi, amma həmişə etməyə. Burada İmam Səccad ağa buyurur və istiqlalil xeyr, xeyrin istiqlaliyyəti. Və in kəsurə min qavli və feili. Baxmayaraq ki, söz baxımından çoxdur, iş baxımından çoxdur. Amma xeyr özü istiqlal olsun. Yəni, rabitəsiz olmaz. Gərək Allahla rabitədə olasan. Allahla rabitədə olmaq, fikrimi yenə deyirəm, kəmiyyətlə deyirəm. Gün ərzində, misal üçün, vacib namazlardan əlavə başqa bir zaman Allah üçün ayırmaq, xeyr iş ayırmaq, ya danışıq baxımından, ya iş baxımından ayırırsan, amma bu davamiyyətli olsun. Burada buyurur ki, istiqlal və istiqlalil xeyr, xeyrin azlığı və in kəsurə min qavli. Baxmayaraq ki, söz baxımından çox iş aparır, ya iş baxımından çox vaxt aparır. Amma xeyr özü istiqlal olsun, müstəqil olsun. Bunu belə demək olar zahirdə. İşə şərik qatmayın. İşə şərik qatmayın. İşə şərik qatmayının mənası budur ki, sırf Allah üçün olsun. Məsələn, Allah üçün etdiyin işə bir başqasını ora şərik qatma. Burada 2 dənə lətif nöqtə var, ola ərz edəcəm. 1. İnsan həmişə xeyr işlərə tərəf qaçır və ya əməl baxımından xeyr əmələ tərəf qaçır və onu neynir? İcad eləyir, belə deyək. Xeyr işdir, məsələn, sizin xeyr işləriniz var.
qapını döyürsüz, hansısa bir işləri görürsüz filan. Bu xeyir işdir. Və buna da nədir? Can atırsınız. Bu bəhsin əvvəllərində bir də o birisi bəhsin, elə əvvəllərində köhnə bəhslərdə deyirdik bunu. Ki, gedib qapı döyürsənsə, o qapını döydüyün o zamanda 3 dəqiqə, 5 dəqiqə ki, hansı işi görəcəksən orada, o xeyir işi görəcəksən, başqasını oraya şərik qoşma. Ya nəfsüvi şərik qoşma, ya şəhvəti şərik qoşma, ya nə bilim vəhmivi, xəyalvi şərik qoşma. Ora heç nəyi şərik eləmə. Sırf o işi gör, çıx get. Bizdə çox qəribədir ki, misal üçün bizim bir dəqiqəlik işimiz yoxdur ki, ancaq Allah üçün olsun. O bir dəqiqəni ancaq Allah üçün olsun. Qeyri Allahı ora qatmayaq. Belə bir əməl tapa bilmirik. Qatqısı var. Dünya özü qarışdırıb bu məsələni. İkinci, insan fərd olaraq özünü elə tərbiyə etməlidir ki, xeyir işi çox olsa da belə, az olsa da belə, o xeyir işin daim ardıcan olsun. Bizi nə saxlaya bilər xeyir işdən? O deyir, Ayətullah Quçani, Allah rəhmət eləsin. O ki, demişdim sizə qərb səyahəti, qərb aləminə səyahət. Orada bir yer var. Deyir ki, öləndən sonra da o birisi aləmdən. Deyir, getdim bir yerə çatdım, gördüm bir qaradı yaxınlaşdı mənə. Sağdan yaxınlaşdı mənə qara. Dedim, sən kimsən? Deyir, səninlə gedəcəyəm belə. Mən cənab cəhalət. Mən sənin cəhalətinəm, dünyadakı cəhalətinəm. Qara şəkildə səninlənəm. Gəldik, bir yerə çatdıq. O dirəndi ki, sola getməlisən. Mən dedim, yox, sağa getmək lazımdır. Baxmırdım o sözünə. Axır razı saldı məni. Razı saldı məni, mən getdim sola. Gördüm ki, səhv getmişəm. Bir yerə getdik, çıxdıq. Dedi ki, burayla getmək olmaz, bura yaxşıdır. Getdik, gördük bir qarpız var. Götürür qarpızı yeyir. Belə suyu da tökülür ağzımdan, qəşəng yeyir. Mən də susuzam, bu qədər yolu getmişəm, bərzəxi yoldur da. Gedirəm. Yanıram susuzundan. Dedi, gəl sən də ye də qarpızdır. Gəldim, biraz yedim qarpızdan, gördüm ki, acı zəhirmar, yəni ilan zəhəridir. Amma o yeyir. Dedim, bəs sən yeyirsən axı onu? Dedi, hə, bəs mənim təbiətimlə uyğundur bu. Bunu başa düşmürsən ki, cəhalətin təbiəti ilə uyğundur. Acı zəhirmardır. Cəhalət özü də acı olduğuna görə onun üçün o şirindir. Amma bizim təbiətimiz şirin istəyir. Yediğim acı olduğuna görə bəllidir. Ağzımızın dadı var axı bədəndə. Ruhun da nədir? Ağzının dadı var. Əgər ruhun cəhalətlə yaşayırsa, sən ona şirin su versən, acı olacaq onun üçün. Çünki onun təbiəti nədir? Acıdır. Və hər nə qədər şirin versən ona, o məhv olacaq. O şirin içdikcə məhv olur cəhalət. Bildiniz? Cəhalət şirin yedikcə, şirin içdikcə məhv olur. Onun təbiəti zəhərdir, cəhalətin təbiəti. Deyir, apardı, çıxartdı mənə bir yerə. Dedi, buradan gedək, rahat olacaq. Apardı bir təpənin üstünə çıxartdı, mənə gördü ki, bura hamısı quyudur. Çox zaman dala düşdük, tezdən qayıtmalı olduq. Vəhşi heyvanlar bizi qarşıladı orada. Da oradan necə çıxmışam, Allah bilir, həm sənayla çıxmışam. Bu, elə bir ki, bu dünyanın oradakı təcəssümüdür. Burada da elə belədir. Gedib bir yerə çıxırsan, nədir? Aparıb çıxartırlar səni ora. Görürsən ki, nədir? Uyğun deyil. Ruhunla uyğun deyil. Amma sənin cismivi cəhalət aparıb çıxartıb həmən yerə. Bəzi insanlar var, etmədiyi işləri ilə öyünürlər. Quranda ayəsi var.
Ali İmran suresi 188 buyurur ve yuhibbuna en yuhmadu bima lem tef'alu. Bir çox istəyirlər ki, mədh olunsunlar. Çox istəyirlər ki, onları sevsinlər. Yuhibbuna en yuhmadu. Həmd olunmağı, mədh olunmağı sevirlər. Amma bima lem yef'alu, etmədikləri əməldə. Eləməyib ha bunu. Deyir, bunlara baxayım, mən sevmədilər, məni həmd eləmədilər, mən mədh eləmədilər. Amma heç nə eləməyib. Adam bir mədh eləyər, umar, o başqadır ki, o da nəfsanidir. Amma bu nəfsani deyil, bu cəhalətdəndir. Etmədiyin əməl müqabilində kimsə mədh etməlidir ki? Bir əməl ki, etməmsən, Quran ayəsində. Bəqərə 197-də buyurur Xudavənd Mütəal və ma təfəlu min xeyrin ya'lamuhullah. Buyurur, xeyir işlərdən biri yoxdur belə ki, sən onu edəsən ya'lamuhullah. Allahın ondan xəbəri olmuyor. Allahın bütün xeyir işlərdən nədir? Xəbəri var. Allah Teala elə bir ki, sənin o xeyir işlərinin hamısını yığır bir boğçaya. Və təzəvvədu fə innə xeyrəzzad ət-təqva. Buyurur ki, təzəvvədu, yəni xurcununuzu yığın. Həmən alim deyirdi ki, biz getdik çıxdıq bir yerə, bir xurcun qoydular qabağımıza, dedilər ki, götür bu xurcunu. Dedim, bu nə deyildi sənin əməllərindir? Dedim, baxmaq olar. Dedi ki, bura üçün deyil, o qiyamət üçündür. Qiyamət bunu hesab kitabını belə eləyəcək. Təzəvvədu, yəni xurcununuzu toplayın. Zad deyirlər, xurcun. Xurcununuzu toplayın. Fə innə xeyrəzzad. Bəs ən gözəl xurcun nədir? Ət-təqva. Bu təqvadır. Yəni təqvasız mümkün deyil, sən heç yerə gedəməz. Nə dərsi keçirsən keç. Dua dərsi keç, ilahi ədəb dərsi keç, İsra dərsi keç, əhd dərsi keç, əqaid dərsi keç, tohid dərsi keç, məad dərsi keç, nə bilim, mütaliə elə, tarix mütaliə elə, humanitar elmlər mütaliə elə, dəqiq elmləri mütaliə elə, fəlsəfə, hər nə olur olsun. Harda olursan ol. Təqva sənin yanında mütləq olmalıdır. İşləri aşırtmaq istəyirsənsə xeyrüvə, gərək nə edəsən? Təqvalı olasan. Əgər təqvalı olmasan, işlər xeyrüvə dönməyəcək. Baxmayaraq ki, zahirdə xeyrüvə dönüb. Yalan danışdın, palajenidən çıxdın, o şəraitdən çıxdın. Deyirsən ki, xeyrim oldu yalan danışmaq. Əslində zərərli oldu, xəbərin olmadı. Sən onu yalanla götürdün. Bir şeyin ki, müqəddiməsi yalanla qurular, axırı nə olar? Gillə özül tökərsən və istəyərsən üstündə 6 mərtəbəli bina tikəsən ki, tikə bilməzsən. Gil onu saxlamaz. Ağıllı adam belə eləməz. Bu misalda yalan ki, bütün işin müqəddiməsidir, elə bir gillə özül tökmüsən. Hər nə qazanacaqdın, gələcəkdir, yalan üstündə qurmusan. Və yalan da haramdır. İndi bu xumsuna necə təmizləyəcəksən? İstəsən bunu xumsuna təmizləyəcəksən? Necə təmizləyəcəksən? Xums bu təmizləmir axı. Xums bunun fikrin təmizləyəcək. Bəs bunun əxlaqın kim təmizləyəcək? Sən hər nə qədər 5-dən birini çıxartsan belə, yenə evdə kimsə yiyəcəsi bir problem nədir? Olacaq. Sonradan çıxacaq qabağına. وَكْمِلْ ذَلِكْ إِلَى بِدَوَامِ الطَّاعَةِ وَلُزُومِ الْجَمَاعَةِ وَرَفْضِ أَهْلِ الْبَدْعِ وَمُسْتَعْمِلِ الرَّأْيِ الْمُخْتَرِعِ. Bu da İmam Səccad ağanın növbəti fikri. Duadır, amma duanın içində İmam Səccad əleyhissalam bizə bir ömür, o məkarimul əxlaq var ha. Məsəl üçün bu cümləyə qədəri bir, bu cümlədən sonraki ayrı, bu cümlə ki var, indi tərcüməsini deyim, bir balaca danışarıq haqqında qutaraq. Bu cümlə insanın bütün ömrünün hər tərəfini tutur. Həm fərdi, yəni özü ilə özü arasında olan rabitəsin, həm özü ilə Allah arasında olan rabitəsin və həm də özü ilə cəmaat arasında,
xəlq arasında olan rabitəsini. Üçünü də cəm edib bura İmam Səccad əleyhissalam. Çox mühüm bir kəlmədir. Tərcüməsinə bax. Vakmil zalik. Allah'a deyir ki, ilahi vakmil zalikə, yəni kamil et, ila bidəvami ta'a, sənə itaətdə mən davamiyyətli olum. Bu davamiyyətli olmağı, bir var ki, davamiyyətli olum, mən davamiyyətliyəm. Bir də var, onu kamil et. Kamil et, itaətində davamiyyətli qalım. Hara gedib çıxırsan çıx, bu dua, başqa dualar, hara gedib çıxırsan çıx. Orada imamların hamısı bizə tapşırıblar ki, əməl davamiyyətli olsun. Sən Allaha tərəf hərəkət elə, 100 dənə günah eləsən belə, 100 dənə xəta etsən belə, demişik, ən üstün xəta, xətanı xəta kimi etmək deyil. Ən üstün xəta, o xəta səni yerində saxlamaqdır. Xəta ödür ki, sən xətanı edirsən. Xəta odur ki, o xəta səni yerində saxlayır. Allaha tərəf qoymur hərəkət etməyə. Allaha tərəf hərəkət etməmək özü o xətanın özündən 1000 qat artıqdır. O ki, dayandın, xəta odur. Xəta odur ki, etmisən. Etmək də olmaz, ha. Daha indi, məsəl üçün, etdin xətanı, amma dayanmadın. Allaha dönür ki, ilahi, bağışla məni, davam. Getdin qabaqda bir dənə xəta. Yenə Allaha dönür ki, ilahi, bağışla məni, yenə davam. Allah görür ki, bu xəta edir. Amma davamiyyət var bunda, bu dayanmır. Bildin? Orada bir kəlmə Allaha deyir ki, ilahi, bağışla məni, yenə davam. Bağışla məni, yenə davam. 1000 dəfə deyib, bağışla məni, amma davamiyyətlidir, dayanmayıb. Daim gedir, hərəkətdədir. Allah buyurur ki, mən sənin xətalarının hamısını siləcəyəm. Quranda ayə var, Xudavənd Mütəala buyurur ki, yaxşılıqlar insanın pisliklərini pozur. Hətta namaz var, vacib namaz. İnsan vacib namazını davamiyyətli eləsə, onun bütün günahları pozular. Davamiyyətli etmək nə deməkdir? Qılıram da, mən 17 rükət namazı qılıram da. Vacib namaz deyil. Qılıram, sübh açıldı qılıram. Zöhrəsini qılıram, şam küftəni qılıram. Vallahi mən elə 17 rükət namazı hər gün qılıram. Bəs davamiyyətli bu deyil. Yox, bu davamiyyətli bu deyil. Davamiyyətli bu deyil ki, mən hər gün 17 rükət namazı qılıram. Davamiyyətli bu deyil. Davamiyyətli təməz başqa şeydir. Yum çatdırsam deyəcəm. İmam Səccad əleyhissalam bu kəlmədə birinci buyurur ki, təqvaya işarə eləyir. Qayıdır yenə təqvaya. Yəni o cümlədə təqvanı deyib, gəl bu cümlədə də nədir? Təqva kəlməsi yoxdur. Amma təqvasız bu cümlə açılmaz. Yəni bir adamın təqvası yoxdur, Allaha necə itaət edə bilər? Görürsən ki, Avropanın özündə küfür çoxdur orada, günah çoxdur orada. Hər məhəlləyə girsən nədir? Günah var. Özdəki günahı elə edirlər ki, savab kimi. Yəni bilmirlər ki, günahdır. Birdən bilsələr bu günahdır, səhvdi qaydarlar da. Məsələn, dediyimiz adamlar var idi, bu axırlarda bəzi şeyləri başa düşdülər filan. O hansı mənadadır ki? Yəni o başa düşdü ki, bu ölkə səhv edir. Bu ölkəyə nisbətdə. Bu bunu başa düşdü. Əgər bunu başa düşdüsə, etiraf elədi ki, o səhv eləyir. Bəs özünün fərdi işlərində niyə başa düşmür? Çünki onu başa düşür, bunu başa düşmür axı. Bunu da başa düşsə qaydar. Tövbə nədir? Tövbə qayda işləməkdir. Demişik, top nədir? Tub. Yəni vur topu divara, qaydacaq üstüvə. Qayda işləməkdir. Əgər vurdun ayağınla, istəyirsən ki, top sənə qayıtsın, divara vurursan ki, qayıtsın, Allahdan çıxmısan, Allaha qayıtmalısan. Çıxmısansa Allahdan, yəni ayağından çıxıbsa top, divara deyib üstüvə qayıdacaq. Yəni sənə qayıdacaq. Sən də Allahdan idin, çıxmışdın Allahdan günahla,
İndi tövbənin mənası nədir? Tezdən həmən Allaha qayıtmaqdır. Bu bilmir ki onu. Fərdi bilmir, amma ictimai bilir. Bu adamın ictimai ağlı işləyir, fərdi ağlı işləmir. Ki Allahı qəbul eləmək lazımdır, Allaha ibadət, itaət etmək lazımdır. Bunların heç birini bilmir. Amma ictimai ağlı işləyir. Burada həmən onu buyurur İmam Səccad buyurur ki, və lüzumil cəmaə. Elə et. Mən cəmaətlə olum. Cəmaətdən yox ha. Cəmaətlə olum. Onu izahını verəcəyim inşallah. İmam Səccad əleyhissalam Allahın bu hissəni saxlayıram. O birisi dərsdə onun üstünə gedərəm inşallah. İmam Səccad əleyhissalam bu cümlədə 3 dənə mətləbi bizə buyurur. Bu başqa bir rivayət var idi ki, mən dedim bayaqları. İnsanın özünün özü ilə əlaqəsi, insanın özünün Allahla rabitəsi və insanın özünün məxluqla rabitəsi. 3 dənə rabitət də ki, biz bu bəhsləri çoxdan etmişdik. Burada İmam Səccad əleyhissalam fərqli 3 dənə nöqtəyə toxunur. 1. Allahla dedim. O 3 dənədən biri hansıdır? İnsanın özünün Allahla rabitəsi. İmam Səccad ağa buyurur ki, insanın Allahla daimi rabitəsi. Bir var rabitəsi, rabitə olmalıdır. Bir də var daimi rabitə. Allahla daimi rabitə nə deməkdir? Mərhum şəhid rəhbər bir cümləsi var idi, demişdik. Buyurur ki, namaza ki başladın, hər hansı bir namaza, namazın axırına qədər, namazın içində 2 dəqiqə, 3 dəqiqə, 4 dəqiqə nə çəkir? Bu harada, yəni namazın içində ki, getdin harasa, bu haçan yadıva düşdü, qayıt. Haçan yadıva düşdü, qayıt. Bu təqvanın bir hissəsidir. Yadıva düşən yerdə qayıt dala. Biz də itirdiklərimizi namazın içində tapırıq axı. Biz də bütün işlərimizi namazın vaxtına salmışıq. Nə mənada? Məsəl üçün saat 1-də namazdır, axşamda 8-də namazdır. 7 saat vaxt var. Namazı tələsik qırıram ki, filan işimi görüm. Əcəbdir. Biz 7 saatım var da. Niyə Allahın işinə o Allahla öz aranda ayırdığın zamanın içinə niyə 5 saat dörsən ki burada? 3-4 dəqiqə səndə. Niyə səni tələstirir iblis? Namazda niyə tələstirir? Bəzilərini namazda yubadır. Bəzilərini namazda neynir? Tələstirir. Onlar ki, misal üçün, təharətdə problemləri olub, dəstəmazda problemləri olub, məsələn, onları namazda gecikdirir. Onların ki, təharətdə düz gəliblər, dəstəmazda düz gəliblər, onları namazda tələstirir. Onları gecikdirir, bunları tələstirir. Mövzu nədir burada? Mövzu etdiyin işin həqiqətindən gedir, nə zamanından? Etdiyin işin əsli nədir? Əgər etdiyin iş Allahı üçündürsə, səni tələstirir. Əgər müqəddiməsində problem varsa, deməli işin özü də nədir? Xarabdır. Orada səni inir, yubadır. Görürsən, bəzi adamlar var da, məsələn, onlar Bismillahla başlamazlar namaza. Onlar, bir də görürsən ki, Bəqərə surəsini başladılar, az qalıb sübh namazı qəzaya geçsin, belə qurtarmayıb. 45 dəqiqədir bu sübh namazında. Belə göstərirlər hərdən olan sifətlərini, az qalıb ki, ağlasınlar hönkür-hönkür namazdan, amma fayda. Məsələn, ictimai baxımından heç neyi dərk eləyə bilmirlər, idrakları o yerə qədər işləyə bilmir. Və satın da alınırlar da, satılırlar da, hər şey baş verir orada. Amma, məsələn, qarşı tərəfdə, istəmərəm deyim, qarşı tərəfdə o kim, bu kim ki, ta nədir, qarşı tərəf olsun. Əgər fikirləşsək o haqda, məsəl üçün, qarşı tərəfdəki, məsələn, baxırsan ki, o elə
adi Kəvsər, adi Qədr, 3 ayə, 5 ayə, 6 ayə məsəl üçün. Yəni tam bir surə oxuyur və elə işlərlə məşğuldur ki, o işin nəticəsi Allahla məxluq arasında olan vasitənin gəlişi üçün qurulan zəminə və şəraitdir. O 55 dənə ayə oxuyur, 150 dənə ayə oxuyur. Çi fayda? Bu 6 ayə oxuyur, amma işinə bax. Bu Allahla sənin aranda olan rabitədir birinci bölümdə. İmam Səccad əleyhissalam davam sözünü qoyub ora. Buyurur ki, davamiyyətli Allahla olun. Yəni zöhrü qutardınsa, başlayıb zöhrü qutarana qədər zöhrün içində ol. Zöhrü qutardınsa, əsri başlayacaqsansa, əsrə qədər yenə Allahla ol. Əsri başladın, əsr qutarana qədər yenə Allahla ol. Əsr qutardı, Şama qədər yenə Allahla ol. Allahla rabitən davamiyyətli olsun. Mən demirəm ki, təsbehi götür əlvə gün ərzində 100.000-dən la ilahə illallah de, işin gücündə qalsın, ruzdalayacan getmə filan. Yox, mən o demirəm ki. Heç İmam Səccad əleyhissalam o da onu demir. Əmir əl-Möminin bir an Allahdan ayrı olmayıb, amma külüng də əlində olub. Bel də əlində olub, quyu qazıyıb, ağac suvarıb. Elə deyil? Və deyirsiniz ki, ya, Həzrət Əli Allahla daim rabitədə olub, bəs külüng əlində olub. Bəli, külüngü vura-vura Allah üçün vurub. Yəni, işi də Allah üçün görüb. Qurbətən iləllah başlayıb. Bismillah deyib, əlhamdülillahla nə deyin? Qutarıb. Bir adam şərab evi aça, şərab sata və şərab evin qıfılını aça ki, girsin, şərab satsın, Bismillah deyə bilər o. Bir adam şərab evindən evinə çörək getirə, 100% haramdan evinə çörək getirə və ailəsi ilə otura, çörəyi kəsəndə Bismillah deyə bilər o. O ki, Bismillah deyə bilməz. Cəhalətdir də bu. Bu adama deyərlər, bu adam səfehdir. Ruzini haramdan götürüb Bismillah deyir. Bir adam Bismillah deyib yalan danışar. Elə bir ki, kostyum satırsan, kostyum Azərbaycanda Padvalda tikilib, üstündə etiketi İtaliyadır. Gəlib açırsan dükkanı, Bismillahirrahmanirrahim, gəlmişəm də ruzu qazanmağa. Klient gəldi, bu haramdır. Bismillah, buyur, İtalyandır. Burada adam Bismillah deyə. Sən necə deyirsən burada Bismillah? Sən bilmirsən ki, bu Bismillah iblisin Bismillahıdır. Allahın Bismillahı deyil. Yəni bu qədər də sən bunu bilmirsən. Bilir, bilir. Pəs birinci nədir? Allah ilə rabitənin istimrari və davamiyyətli olması. İkinci. Vəhdəti qorumaq. O ki deyir və lüzumul cəmaə, İmam Səccad ağa, buyurur ki, orada vəhdət qorunmalıdır. Cəmaət yəni ümmət. Lüzumul ümmə. Ümməti olmalısan. Ümməti. Ümmətinin mənası budur ki, sən görür ümməti qoruyasan. Vəhdət olsun ümmətdə. Bunun bir-iki dənə rivayətləri var idi. Görüm, əlimin altındadır. Bəli. Həzrət Rasulullah buyurur ki, Əyyuhənnas aleykum bil cəmaə. Ey insanlar, sizə vacib olsun cəmaat. Cəmaat yəni ümmət. Və iyyakum vəl firqə. Qaçın təfriqədən. Bu Quranda da var. Peyğəmbərdən rivayətlərdə də var. Əhl-i Beytin də rivayətləri var. Məsələn, desələr ki, bu Səccaddandır, mən qəbul eləmirəm. Bu Sadiqdən də mən qəbul etmirəm. Niyə əleyhissalam demirəm? Onların dili ilə deyirəm və illa bizim canımız fədadır 14 məsuma. Belədir. Bəs Həzrət Rasulullah da buyurubdur. Peyğəmbər ki, qəbul edirsən. Peyğəmbərin bu sözü buna xeyir vermir. Deyir ki, yox, ravi bizlikdir.
Ravi düz adam deyil. Söz yaxşıdır da. Çox qəribədir ki, misal üçün bizim böyüklərimiz, alimlərimiz, xüsusən Ayətullah Cəvadi Amuli, həfəzəhullah, Allah qorusun, təfsirində Əhl-i Təsənnün kitablarından o qədər rivayətlər götürüb. Əhl-i Təsənnün kitablarından götürüb. Ravi də elə nədir? Əhl-i Təsənnündür. Buyurur ki, problem yoxdur. Niyə? Çünki cümlənin özü məntiqi, Qur'anın məntiqi ilə uyğundur. Ravi maraqlı deyil. Bildiniz? Ha, o ki fiqdir, o da başqadır. O da xassadır. Amma belə ammi, əxlaqi rivayətlərdə filandır. Burada nə eləmə, narahat olma. Olsun filan kəs deyib. Amma nədir? Filan kəs desə belə məntiqi uyğundur. Amma onların bizə baxışı bu cür deyil. Deyir, ravi maraqlıdır. Niyə? Çünki mövzu buna maraqlı deyil. Deyir, suilə Rasulullah. Deyir, Həzrət Rasulullahdan soruşuldu. Ən cəmaəti ümməti. Peyğəmbərin ümmətinin haqqında soruşdular. Ki, ümmət deyəndə neyi nəzərdə tutursan? Fəqalə Rasulullah cəmaətu ümməti əhlul həq və in qallu. Buyurur, mənim ümmətimdən olan haqq əhlidir, az olsa belə. Başqa bir rivayət var idi, orada qeyd etmədim bura. Buyurur ki, və in aşra, 10 nəfər olsa belə. Mənim ümmətimi bilmək istəyirsən, mən ümmətimə kəmiyyətlə baxmıram, keyfiyyətlə baxıram. Əgər haqq əhlidirsə, 10 nəfər varsa ümmətdir. Peyğəmbərdir də. Allah deyir, bir nəfər olsa nədir? Ümmət. O da Həzrəti İbrahim əla nəbiyyinə və aleyhissalam haqqında buyurur ki, kanı ümmətən vahidə. Tək canı ilə bir ümmət idi. Da o Allahdır da deyir. Bu adam ümmətdir. Peyğəmbər buyurur ki, 10 nəfər. Və in qallu. Buyurur, az olsa belə. Amma haqq tərəfdarı olsun. Buyurur ki, onların yanında olmalısan. Onlarla vəhdət təşkil olmalıdır. Üçüncü. Din həqiqətlərinin müqabilində yervi bilmək. Din həqiqətlərinin müqabilində yervi bilmək. İmam Səccad əleyhissalam buna işarə edir burada. Bunun davamını eləyəcəm. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyək. Allahümmə salli ala Muhammed və ali Muhammed.